Salamlar hər kəsə. Bu videoda biz 70 dənə qarışıq sualın izahına baxmış olacaq. Vaxt itirmədən başlayaq. İlk sualda deyir 3 kilobayt 772 bayt üstə gəl 2 kilobayt 252 bayt neçə baytdır? Dostlar, bunu icra eləmək istəyəndə ilk olaraq bilməliyik ki, burada 3 kilobayt 772 bayt yazsa belə bitişik şəkildə bunlar arasında toplama işarəsi olacaq. Eyni şey digər üçündə keçərli. İndi kilobaytları bir toplasam 3 2 verir bizə 5 kilobaytı. Baytları da bir toplasam 772 baytdan 252 bayt verir 1024 baytı. Yəni əlimizdə olur 5 kilobayt plus 1024 bayt. İndi bizdən baytla istəyir deyə 5 kilobayt da çevirən bayta. 5 kilobaytımız dostlar olur 5 vurulsun 1024, yəni 5120 bayt şəklində. İndi 5120 bayt budur. 1024 üstünə gəldim. 1024 də üstünə gələndə dostlar verəcək bizə 6144 bayt qiymətini. Cavab oldu 1 üçün B variantı. Keçək indi ikinci suala. İkinci sualda 2 üstü 23 olmalıydı dostlar bu. 223 bitə görə cavab yoxdur. 2 üstü 23 bit neçə, nə qədər olacaq biz onu müəyyənləşdirməliyik. İndi 2 üstü 23 bitdir. Cavab variantındakı hamısı da böyük qiymətlərdir. Bir də 1024 bit xaric. Dostlar 2 üstü 23 bit 1024 bit deyil. Çünki 1024 2 üstü 10'dur. Onu başdan atın. İkinci olaraq kiçikdən böyüyə hərəkət eləyəcək deyə biz kiçikdən böyüyə demişdik ki, bölməməli istifadə eləyəcəyik. 223 biti birinci çevirəm bayta. Bayta çevirəndə 2 üstü 3'ə bölməliyəm. Böləndə verir bizə 2 üstü 20 baytı. Baytdan kilobayta çevirəcəm indi. Kilobayta çevirəndə dostlar bölməliyik 2 üstü 10'a. 2 üstü 20 bölünsün 2 üstü 10 verəcək 2 üstü 10 kilobaytı. Baxıram ki 2 üstü 10 kilobayt filan cavabı yoxdur. 2 üstü 10 kilobayt da megabayta çevirəndə dostlar bölməliyəm 2 üstü 10'a. 210 210'a böləndə 1 eləyir. Deməli bu 1 megabayt imiş. Cavab kimi Y variantda çıxmış oldu. Keçirik növbəti, yəni 3 nömrəli sualımıza. Unicode kodlaşdırmasında informasiya prosesləri ifadəsi üçün yaddaşda neçə bayt yer ayrılır? İndi dostlar, burada informasiya, sonra da proseslər gəlib. Arada bir dənə boşluq var. Boşluq olur ki, proseslər sözü aşağı düşür. Çünki bizdə yazı qaydalarına əsasən, yəni standart halda boşluq olmayanda informasiya prosesləri bitişik olsa, onda bu hissəyə sığmır deyə hər ikisini atmalıydı aşağıya. Yəni arada informasiya ilə proseslər sözlərinin arasında bir dənə boşluq var. Biz bilirik ki, həcmi tapmaq üçün də ümumiyyətlə nə işləməliyik, nə icra eləməliyik? Ümumi simvolların sayını vurmalıyıq bircə dənəsinin həcminə. Unicode-da bilirəm bircə dənəsinin həcmi 2 baytdır. İndi ümumi sayı sayasaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, boşluq oldu 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22 dənə simvol var. 22 vurulsun 2 verir bizə 44 bayt qiymətini. Cavab oldu B variantı. İndi 3'ü də yazandan sonra keçirik artıq 4 nömrəli sualımıza. Belə eləyək, biraz aşağı düşək. 2 səhifəli informasiya yaddaşda 195 bayt yer tutur. Birinci səhifədəki informasiyanın həcmi ikincidən 2 dəfə çoxdur. Birinci səhifədə neçə simvol var? Dostlar, bu vacib suallardan biridir deyə o səbəbdən bir dənə burada biz yer açmağa çalışacağıq. Sualın ümumiyyətlə mahiyyəti nədən ibarətdir? Bizdən soruşur ki, 2 səhifəli bir informasiyamız var. Birinci səhifə, bu da ikinci səhifə. İndi ikisi bir yerdə 195 bayt yer tutur. İkisi bir yerdə verir 195 bayt toplayanda. İndi birinci səhifədəki informasiyanın həcmi ikincidən çıxışı hal şəkildəsə normalda x ona qoymalısınız. İkincidən 2 dəfə çoxdur. İkinci x-dirsə, birinci 2 dəfə çoxdursa olacaq 2x. 2x plus 3, daha doğrusu x verir bizə 195 baytı. İndi bu eləyir 3x bərabərdir 195 bayt. Onda buradan da x çıxır dostlar 65 bayt şəklində. Və bu şəkildə fikir versəniz, ikinci səhifədə 65 bayt olduğunu tapdıq. Birinci səhifədə də onda 65 vurulsun 2 verəcək bizə 130 bayt qiymətini. Sonra sualın gəlir ikinci mərhələsinə. Deyir, birinci səhifədə neçə simvol var? Dostlar, əlifbadan danışmır. Əlifbadan danışmırsa biz standart olaraq ASCII-də götürməliyik. Və ASCII-də bilirik ki, bir simvolun həcmi 1 bayta bərabərdir elə. Yəni simvol sayı elə bayt sayına bərabərdir. İndi birinci səhifədə 130 bayt informasiya varsa, dedik axı simvol sayı bayt sayına bərabərdir ASCII-də. Onda 130 bayt elə neçə simvol deməkdir? 130 simvol deməkdir. Cavab olaraq 4-ə Y variantını yazmış oluruq.
Keçirik bir sonraki. 5 baytla kodlaşdırılabilen simvolların maksimal sayı nə qədərdir? 5 baytla kodlaşdırılabilen simvoldur. 5 baytın ümumiyyətlə neçə dənə simvol kodlaşdırmağını bilmək istəyiriksə, biz bilirik ki, normalda bizim əlifbamız bərabərdir, n bərabərdir. 2 üstü balaca n. Əlifba bərabər olur 2 üstü balaca n. N bizdə dostlar bir simvolun həcmini müəyyənləşdirir və o bitlə ifadə olunur. Ona görə, baxın, buradakı 5 baytla kodlaşdırabilən simvolların maksimal sayı deyəndə bir növ bu da kömək eləyər bizə. Və mən də indi ondan istifadə edəcəm. Elə düşünürəm ki, bir simvol 5 baytdır. Çünki biz məsələn deyirik 32 simvol əlifba deyəndə 2 üstü 5, bir simvol 5 bitdir. 5 bitdən 32 simvol, 32 müxtəlif simvol kodlaşdırıla bilir. Məsələn, 64 olanda 6 bitlə 64 dənə fərqli müxtəlif simvol kodlaşdıra bilir və onlar sayəsində də çoxlu fərqli bir növ mətnlər filan yığılmış olur. İndi 5 bayt da birinci bitə çevrilməlidir. 5 bayt 40 bit deməkdir. İndi bu da elə n-dir, qüvvətdəki n-dir. Yəni 2 üstü 40 deməkdir. Deməli 2 üstü 40 sayda bir növ simvol kodlaşdırıla bilir, müxtəlif simvol kodlaşdırıla bilir. Ona görə cavab kimi 5-ə A variantını götürmüş oluruq. 6-ya gəldik. Deyir ki, baytlarla kodlaşdırılmış aşağıdakı məlumatda neçə simvol vardır? Baytlarla kodlaşdırılmış deyirsə dostlar, bu deməkdir ki, yəni bizim bir simvolumuz 1 bayta bərabərdir. Yəni mənim baytlarla kodlaşdırılmış dediyim ifadə bu şəkildə başa düşülməlidir. İndi bir simvol 1 bayt şəklində başa düşülür. İndi bir simvol 1 bayt, biz də bilirik ki 1 bayt 8 bitdir. Niyə bitə çevirdik ona baxaq. Təbii ki, əsas məsələ orasıdır. Çevrilməsinin ən böyük səbəbi dostlar bizdə, çünki buradakı hər bir simvol ikilik say sistemində və yaxud ümumiyyətlə kompüterin yaddaşında ikilik kodlar şəklində göstərməlidir. Və biz bilirik ki, kompüterin yaddaşında hər bir ikilik kod bir biti ifadə edir. Yəni burada hər hansı neçə dənə simvoldur bilmirəm. Neçə dənə simvolun bitlərlə həmin o ikilik kodlarından ifadəsi yazılıb. İndi biz baytlarla kodlaşdırılıb görmüşüksə, deməli bir simvolumuz 1 baytdır və o da 8 bit deməkdir. 8 bitdə 8 dənə bu rəqəmdən deməkdir dostlar. Deməli, burada gördüyünüz 8 dənə 0 və 1 bizə bir simvolu vermiş olacaq. Səbəb budur. Çünki elə düşünün ki, bir dənə A yazıramsa 8 dənə ikilik kod orada ifadə edilmiş olur. Bir dənə B yazıramsa onun ikilik kodu 8 simvoldan ibarət olur. Çünki həmin o A 1 bayt yer tutur, 8 bit yer tutur. Oradakı hər bir simvolda 1 bitdir. Bizə 8 dənə ondan lazımdır ki, orada 8 biti versin və A kodlaşdırılmış olsun. Bu səbəbdən bunda nə edirik? Ümumi say soruşur deyə, geridən bölmədən elə götürün hamısını sayın. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48. 48 də nə elədir? 48 də bölməliyik 8 bitə ki, görək bir dənə ümumi olaraq neçə simvol var burada? 6 simvol demək imiş. Deməli, ümumi həcm burada 48 bit oldu. Həcm 48 bitdir. Bizdə həcm bərabərdir deyirdik ki, ümumi simvol vurulsun bir simvolun həcmi. İndi 48 bit bərabərdir. Bu x vurulsun bir simvol 8 bit oldu. X də buradan getdi 6 şəklində. Cavab oldu dostlar 6, yəni A variantı. Keçirik növbəti suala. Keçmədən öncə mən bir dənə bunu bağlayayım, təzədən açım, gəlirəm. Gəldi 7-yə. Unicode standartı ilə yığılmış kitabda bir səhifədə 32 sətir. Hər sətirdə 64 simvol var. 80 kilobayt ümumi həcm olan bu kitabda neçə səhifə var? Biz bilirik ki, bizim həcmimiz bərabərdir. Kitab məsələsidirsə, səhifə vur, sətir vur, simvol vur, bir simvolun həcmi deməkdir. İndi dostlar, biz baxırıq ki, bizdə ümumi həcm verilib 80 kilobayt. Ümumi həcmi yazdıq. Səhifə sayını verməyib, x yazdıq. Sətir sayını verib 32, 2 üstü 5 yazdıq. Simvol sayını verib 64, 2 üstü 6 yazdıq. Bir simvolun həcmində Unicode deyir deyə 2 bayt olmalıdır. Yəni 80 kilobaytın bərabər olur. X vurulsun. Burada hamısını bir-birinə vuranda 212 bayt. İndi bunu da kilobayta rahat çevirərəm. Baytdan kilobayta keçəndə 210-a bölməliyəm.
Yəni bu o deməkdir ki, x vurulsun 2 üstü 2 kilobayt var burada. İndi 2 üstü 2 də 4'dür. Yəni 80 kilobaytın bərabər olur. X vurulsun 4 kilobayt. İndi x'i 4'ə vurublar 80 eləyibsə, x neçədir? 20. Cavab olur 20 səhifə. Keçirik növbəti suala. 8 nömrəli sualımız. Gəldik dostlar 8 nömrəli suala. 7'ni çünki yazdıq. Mən də application dəyişdirdim ki, rahat yazaq. Müəssisə işçiləri haqqında ümumi məlumat 16 megabayt yaddaşı əhatə edir. Hər bir işçi haqqında məlumat 8 səhifəlidir. Hər səhifədə 32 sətirdən, hər sətir isə 64 simvoldan ibarətdir. Müəssisədə neçə əməkdaş işləyir? Dostlar, birinci ən rahat bunu icra eləmək üçün ilk olaraq bizdə fikir versə əlifbadan danışmayıb. Və birinci biz bunu belə eləyə bilərik. Bu 16 megabayt bütün müəssisənin işçiləri, yəni müəssisədə işləyən bütün işçilərin məlumatıdır. Biz birinci bir nəfərin məlumatını tapa bilərik. Sonra həmin nəfərin məlumatını müəssisədə iştirak edən əməkdaşların sayına vuranda zaten 16 megabaytı verəcək. İndi bir nəfər tapmaq üçün də ideal verilib oluncusu da burada. Həcm bərabərdir. Səhifə vur, sətir vur, simvol vur, bir simvolun həcmi. Bunu deyirik biz, düzdür? İndi baxıram ki, səhifə verib 8, yəni 2 üstü 3. Sətir verib 32, yəni 2 üstü 5. Simvol verib 64, 2 üstü 6. Əlifbadan danışmır. Əlifbadan danışmırsa biz deyirdik ki, nə götürməliyik mütləq şəkildə? Askı götürməliyik. Yəni bir simvol 1 bayt. Və bunu hesablayanda 214 bayt edir. Bu da bilirəm ki, kilobayt kimi 210'a bölürəm 204, yəni 16 kilobayt. Deməli, bir əməkdaşın məlumatı 16 kilobayt. Amma bizdə neçə dənəsə əməkdaş var 16 megabayt. Yəni 16 megabayt bərabərdir bir növ. Birinin həcmi vurulsun bütün əməkdaşların sayı x. İndi x'i tapmaq istəyəndə burada mən 16 megabayt bölməliyəm 16 kilobayt. İndi megabayt kilobayta çevirəndə bilirəm ki 1024'ə vurmalıyım. 16 vurulsun 1024 kilobayt deməkdir üstəki. Altda da 16 kilobayt var. 16'lar getdi, geriyə qaldı ki 1024 şəklində. Deməli, müəssisədə 1024 sayda əməkdaş işləməlidir ki, bu uyğunluq ola bilsin. Gəlirəm növbəti sualımıza. Növbəti sualımız 9 nömrəli sual olacaq. Deyir ki, skaner 1 saniyədə kompüterə 4 kilobayt informasiya daxil edir. Əgər hər bir səhifədə 48 sətir, hər sətirdə isə 128 simvol olarsa, skaner 10 dəqiqəyə kompüterə neçə səhifə daxil edir? İndi standart suallarımızdan biridir, qəşəng də suallardan biridir. İndi bunu həll eləməyə çalışaq. İndi həll eləməmişdən əvvəl görün mən bunu rahatlıqla bu tərəfə yerləşdirə bilirəm ya yox. Qəşəng. Yəni bir dənə də belə əla. İndi 1 saniyədə kompüterə 4 kilobayt informasiya daxil edir. Qeyd edirəm burada. 1 saniyəyə 4 kilobayt. Yenə dedik, sürət söhbəti varsa ümumiyyətlə tənasüb quraq. Əgər hər bir səhifədə 48 sətir, hər sətdə 128 simvol olarsa, skaner 10 dəqiqə neçə səhifə daxil edir? Birinci 10 dəqiqə neçə saniyədir? 600 saniyədir. Bu əgər 1 saniyə 4 kilobayt elirsə, 600 saniyəyə nə qədər daxil edir? 600 vurulsun, təbii ki 4. Niyə? 1 saniyə 4-dürsə, 600 də 600 vurulsun 4, 2400 kilobayt deməkdir. İndi dostlar, həcmimizdə rahat bilirik onsuz da. Həcm bərabərdir, səhifə vur, sətir vur, simvol sayı. İndi həcmimizin 2400 kilobayt olduğunu bildik. Ona görə yazırıq 2400 kilobayt bərabərdir. İndi səhifə sayını verib, xeyr verməyib, səhifəni istəyir. X vurduq. Sətir sayını verib mi? Verib. 48 sətir deyir, yazdı 48. Vurulsun. Hər sətirdəki simvolu da verib 128. Əlifba verib mi? Xeyr. Əlifba verməyibsə deməli nədir? Askidir. 128 vurulsun axırda da 1 bayt yazacaq. Deməli bu bizim bir hesablamamızdır. İndi bu hesablamanın nəticəsi nə olacaq onu müəyyənləşdirək. Bir dənə bu hissəni silək, aşağıdakı boşluq hissədən həmin hesablamanı sürətli olaraq icra eləmiş olaq. İndi gələk dostlar. Bir deməli 2400 kilobayt da çevirəcəm baytı. Çünki bu tərəf bayt. 2400 vurulsun. Nə deməkdir? 1024 bayt. O bərabərdir dostlar. X vurulsun 48 vurulsun 128 bayt. İndi x-i tapmaq istəyirəmsə mən bilirəm ki, hasili bölməliyəm digər vuruqlara. Yəni 2400 vurulsun 1024 bölünəcək 48 vurulsun 128-ə. Baytları da yazıram. Baytlar bir-birini apardı. İndi bölək. Dostlar 2400'ü 48'ə böləndə düşür 50 dəfə. Burada qaldı 50.
1024 də 128-ə böləndə düşür dostlar 8 dəfə. 50 vur 8 verəcək bizə 400 cavabını. Deməli, cavab variantımız 9-da olacaq. D variantı mütləq şəkildə. Keçirik 10 nömrəli suala. Bir daha sürüşdürək. Aha. Fakültədəki tələbələrin sayı, bunda belə eləyək. Deyir ki, hər biri 8 tələbələrin sayı 500 nəfərdir. Tələbələrin hər biri 8 səhifədən ibarət fərdi iş yazıblar. Fərdi işin hər səhifəsində 32 sətr, hər sətrində isə 64 simvol olarsa, bu kurs işlərini 750 megabaytlıq diskə neçə dəfə yazmaq olar? Təbii ki, bunu icra eləmək üçün birinci, ümumi olaraq verilənləri anlamaq lazımdır. Yenə hər zamanki kimi. Yəni, verilənləri anladıqdan sonra zaten yazmaq uşaq məsələsidir. İndi fakültədəki tələbələrin sayı 800-dür. Tələbələrin hər biri 8 səhifədən ibarət iş yazıb. Bir nəfər 8 səhifə yazsa 500 nəfər nə qədər yazacaq? 500 vurulsun 8, deməli ümumi səhifə sayı oldu 4000 səhifə. İlk işim budur. Sonra deyir ki, fərdi işin hər səhifəsində 32 sətr, hər sətrində 64 simvol varsa. Artıq həcmi tapa bilərəm. Çünki səhifə sayım var, sətr sayım var, hani burada. Və simvol sayım da var, 64. Bir dənə mənim bilmədiyim əlifbayda. O da vermirsə bilirəm ki, nədir? ASCII-dir. Vururam bunda 1 bayt. Yəni burada olur 4000 vurulsun 211 bayt. Bunda baytdan kilobayta çevirəndə 210-a bölürəm. Olur dostlar 4000 vurulsun 2, yəni 8000 kilobayt şəklində. 8000 kilobayt elədi. İndi dostlar 4000 vurulsun 2, vurmanı 2-ni bura vuraq. İndi 8000 kilobayt tapdım. İndi gəlirəm artıq ikinci məsələsinə. Niyə? Çünki bizə deyir 750 megabaytlıq diskə neçə dəfə yazmaq olar bunu? Bunu tapmaq istəyirəmsə mütləq şəkildə gəlməliyəm nəyə? Dostlar, bu dəqiqə mənim elədiyim nədir? Ümumi olaraq həmin o jurnalın həcmi və ya da mətnin həcmi. 750 megabaytlıq diskə neçə dəfə yazmaq olar? Deməli 750 megabayt diskdir. Həmin 8000 kilobayt onun içində neçə dəfə təkrarlayırsa, belə bir sual soruşursa siz nə edəcəksiniz? İndi 8000 özünü saxlayaq. Burada deməli eləyəcəksiniz nəyi dostlar? Götürəcəksiniz 750 megabaytın, böləcəksiniz həmin o 8000 kilobaytı. İndi megabaytı çevirməliyəm nəyə? Kilobayta. Çünki aşağı kilobayt. 750 vurulsun 1024 bölünəcək 8000-ə. İndi kilobayt sözləri bir-birini aparacaq buradan. 750 ilə 8000-in sıfırları getdi. İndi dostlar 75 ilə 800-ü hər birini 5-ə böləndə aşağıda eləyəcək 160, yuxarıda eləyəcək 15. İndi 15 ilə 160 da 5-ə bölünə bilir. 15 ilə 160-ı 5-ə böləndə yuxarıda qaldı 3, aşağıda qaldı 32. İndi 1024 ilə də 32 gedir, qalır burada 32, 3 0 32 verəcək bizə 96 cavabını. Cavab oldu B variantı. Gəlirik növbəti sualımıza dostlar. Növbəti sualımızda 11-də deyir ki, 8 dəqiqəlik yüksək keyfiyyətli səs faylı 16 bit və ya 44 kHz şəbəkə ilə ötürüldükdə elə kodlaşdırılır ki, həcmi 50% azalır. Bu faylın sürəti 200 kilobit böl saniyə olan şəbəkə ilə kodlaşdırılaraq ötürmək üçün neçə saniyə vaxt tələb olunur? Dostlar, bu əslində bizim keçmədiyimiz mövzuna əlaqəli bir şeydir. Amma yenə də bunun da izahını verəcəm. Gələcəkdə qrafika dərsi keçəndə bununla əlaqəli testləri də zaten işləmiş olacaqsınız. O mövzuyla əlaqəli bir testdir. İndi burada nə eləməliyik ümumiyyətlə? Yadda saxlayın. Yadınızdadsa mən sizə həmişə deyirdim ki, əgər nəsə həcmlə əlaqəli bir bilmədiyiniz sual belə olsa, ilk yoxlayacağınız iş götürəcəksiniz hamısını bir-birinə vurmaq. Hamısını bir-birinə vurmaq olsun. Burada da məsələ dostlar götürüb bunların hamısını bir-birinə vurmaqdır. İndi burada da eyni məsələ eləyəcəm. Həcmi tapmaq üçün. Deməli, bu tipli suallarda həcmi tapmaq üçün biz götürürük. Həmin bizim ilk olaraq zamanımızı saniyə ilə ifadə olunur zaman. Yadda saxlayın. Altında da yazacağım zaman saniyəni. Vuracaq. Bizim həmin bu səsin dərinliyi, bit dərinliyi deyirlər bəzən buna. Həmin o dərinliyə bit yazacağım bura. Vuracaq onu dostlar. Həmin bu səsə özünün hersinə, yəni hers yazıram bura. Bu bir növ olacaq bizdə dostlar həmin səsin özünə əlaqəli. Bir də burada kanal olur, kanal sayı. Standart olaraq əgər kanal sayı verməyibsə biz 1 götürəcəyik. Hersi də dostlar fikir versiniz burada 44 kHz yazıb, bu 44000 olacaq. Çünki bizdə
1 kilohertz bərabər olur 1000 hertzə. İndi burada yerlərinə qoyaq. 8 dəqiqə 480 saniyədir. 480 saniyə vuracam 16 bitə, yəni 2 üstü 4 bitə. Onu da vuracam 44.000 hertzə. 44.000 hertz. Onu da vuracam dostlar. Kanal sayı verilməyib deyə 1 götürür standart olaraq. Bu dostlar oldu bunun bitlə ifadəsi. Bunu indi mən çevirmək istəyirəm kilobayta və yaxud da kilobitə çevirə bilərəm. Çünki məndə burada sürəti kilobitlə göstərir. İndi bitdən kilobitə keçəndə dostlar biz 1024-ə bölməliyik. Götürürəm bunu bölürəm 1024-ə ilə bir dəfəlik. 1024-ə böləndə bölək indi. 204 ilə 1024 getdi, aşağıda qaldı 206. Çünki 1024 210-dur, 206 burada 64 qaldı. 480 64 bölündü 16-ya. Burada 4 qaldı, burada da qaldı 30. İndi 44.000-i də 4-ə böləndə dostlar eləyir 11.000. Yəni olur 30 vurulsun 11.000 kilobit. Bu şəkildə tapdıq. 30 vurulsun 11.000 kilobit tapdıq. İndi dostlar 30 vur 11.000 kilobit tapdıq. Amma deyir ki bu elə ötürülür ki həcmi 50% azalır. Həcmi 50% azalmaq nə deməkdir? 100% idi 50% azaldı 50% qaldı. 50% qalmaq deməkdir. Ona görə dostlar bizim bu həmin hesabladığımız qiymətin biz yarısını tapmalıyıq. 50% hissəsini. 30 vurulsun 11.000 kilobit. 50% böləndə 2-yə verilmiş olandır. İndi 30-dan 2 getdi qaldı 15 vurulsun 11.000 həmin o kilobit. İndi dostlar bundan sonra gəlirik ikinci hissəsinə. Deyir ki bu faylı sürəti 200 kilobit böl saniyə olan şəbəkə ilə kodlaşdıran zaman neçə saniyə vaxt tələb olunur? Görürəm ki sürət olaraq 1 saniyə 200 kilobit gedir. Yəni tənasib qursaq burada 1 saniyəyə 200 kilobit lazım olur. Bizə maraqlıdır görəsən neçə saniyəyə həmin bu 15 vurulsun 11.000 kilobit lazım olacaq. Qalıb bunu sadəcə hesablamamız. İndi bu arada qəbula bu qədər uzun düşməz. Çünki bunun üçün kalkulyator daha çox lazım olur. Amma yenə də hər ehtimala 2025-in qəbulunda ya 2024-ün qəbulunda buna bənzər sual düşüb deyə hər ehtimala özümüzü buna bir növ hazır eləməliyik. İndi götürəcəyik dostlar. Burada tənasübün xarakteristikalarına əsasən x-i bərabərləşdirəcəyik. 200 bir növ x bərabər olacaq burada. 1 vurulsun 15 vur 11.000 kilobit bölünsün 200 kilobit. İndi 15 vurulsun 11.000 kilobit bölünsün həmin o 200 kilobit. İndi bunları böləndə bir-birinə sıfırlar bir-birini apardı. 112-yə böləndə 55 eləyir. 55-i də 15-ə vuranda dostlar 825 eləyəcək. Cavab olacaq C variantı. Yəni bu sual çətin suallardan biri idi. Ümumiyyətlə, yəni görə biləcəyiniz zaten ən çətini budur. Amma bu da düşməyəcək bir tipdədir. Çünki bu qədər uzun düşə bilməz qəbula. Qəbula düşəndə əsasən konkret bir növ daha qısa halda və yaxud da cavab daha sürətli çıxan halda verilmiş olur. Amma əsas odur ki, bu tipi də burada görmüş olduq. İndi gəlirik növbətiyə 12-yə. 16-lıq say sistemində verilmiş E4 ədədi ikili say sistemində nəyə bərabər olur? İndi dostlar 16-lıqdan 2-liyə keçməyi biz öyrənmişdik. Deyirdik ki 16-lıqdan 2-liyə keçəndə 16 2 üstü 4 olduğuna görə hər rəqəmi ayrıca ikili say sistemindəki 4 dənə rəqəmlə ifadə edirik. Bilirik ki dəyər olaraq 14. 14-ü ikili say sisteminə çevirəndə 14 bölsün 2 7 dəfə düşdü qalıq 0. 7 böləndə 2-yə 3 dəfə düşür qalıq qaldı 1. 3-ü 2-yə böləndə 1 dəfə düşür qalıq qaldı 1. Gerdən oxuyanda 1 1 1 0 0 olur. Daha doğrusu 1 1 1 1 0 şəklində olur. 4-ü böləndə isə 4 bilirik ki 2 üstü 2-dir. 2-nin qüvvəti şəklində olan ədədlərdə deyildik qüvvətdəki ədəd sıfırların sayıdır. Bir dənə də qabaqda 1 olur. Sadəcə burada 3 dənə rəqəm görürük. Biz deyirik ki bunu 4-ə tamamlamaq üçün əvvəlinə bir dənə də 0 artırmalıdır. Olur bu şəkildə 1 1 1 0 0 1 0 0 şəklində. Və bu da C variantında özünü göstərmiş olur. Keçirik 13 nömrəli suala. 13-də deyir ki 1 0 1 1 1 0 0 ikili say sistemindən onluğa çevriləndə nəyə bərabər olur? Gələk indi onu tapaq. Dostlar bunu tapanda görürük ki biz onluğa çevirmək istəyəndə deyirdik ki birinci indeksləmə eləyirik. Götürürük 0-dan başlayaraq indeksi 0 1 2 3 4 5 6 şəklində indekslədik. Və deyirdik ki hər rəqəmi uyğun 2-nin qüvvətinə vururuq. 1 vurulsun 2 üstü 6-ya.
Üstə gəlsin. 0'ı boş verdik. 1 vurulsun 2 üstü 4'ə. Üstə gəlinsin. 1 vurulsun 2'nin kubuna. Üstə gəlinsin. 1 vurulsun 2'nin kvadratı. Üstə gəlinsin. Baxıram ki, bunlar 0'dır. Boş veririk. 64, 16, bura eləyir 8, burada eləyir 4. Verəcək 80, 88, 92 ədədini. Cavab olur D variantı. 13 də oldu D. Keçirik 14 nömrəli suala. 14 nömrəli sualda baxaq bizdən nə soruşur? 64 ədədinin ikili yazılışında olan sıfırların sayı birlərin sayına neçə dəfə çoxdur? Sıfırların sayının birlərin sayından neçə dəfə çoxluğunu istəyir. 64 bilirik ki 2 üstü 6'dır. Və 2'nin qüvvəti şəklində ədədlərdə qüvvət sıfırların sayını verirdi. Demək bunun 6 dənə sıfır var. Bir dənə də qabaqda 1 olurdu. Dostlar 6 dənə sıfır bir dənə birdən neçə dəfə çoxdur? 6 dəfə. Cavab oldu 14 üçün A variantı. Keçirik 15 nömrəli suala. ABCD hərfləri uyğun olaraq 00, 01, 10 və 11 kimi ikili ədədlərlə kodlaşdırılıb. BACD simvolları ardıcılığı bu qayda ilə kodlaşdırılaraq 16 say sistemində yazılsa hansı ədəd alınır? İndi dostlar, bu tipli sualda bildiyimiz 16-lıqdan ikiliyə keçmədi. İlk olaraq uyğun olaraq deyəndə nə başa düşməliyik? Bu deməkdir ki, ABCD uyğun olaraq 00, 01, 10 və 11 deyirsə, A 00'dır, qeyd eləyə bilərik. B 01'dir, yəni uyğun olaraq deyəndə birinci birinciyə, ikinci ikinciyə, üçüncü üçüncüyə, dördüncü dördüncüyə uyğun gəlir. D də 11 olacaq. İndi bizdə ardıcılıq necədir? BAC'dir. Yazıram BAC'dir. B'miz 01'dir. A 00'dır. C 10'dır. D 11'dir. İndi bu 16 say sistemindədir. 16 say sistemin daha doğrusu ikilik say sistemindədir. İkilik say sistemindən mən bunu 16'lıq say sisteminə çevirməliyəm. Çünki bizdə deyir ikili ədədlərlə kodlaşdırılıb, bunlar ikili idisə və bizdən 16'lıqda istəyirsə bu qayda yadıma düşməlidir. Və dedik axı 16 2 üstü 4'dür. Deməli, hər bir 16'lıq say sistemindəki rəqəm üçün bizə 4 dənə ikili rəqəm lazımdır. Onca bu tipli suallarda geridən götürüb bunları 4-4 parçalayırıq və parçalayanda bu formaya düşür. Və indi hər birini ayrıca çevirək. Hər birini ayrıca çevirək. 0, 1, 2, 3 yazdım. Burada 2 üstü 3 var. 2 üstü 1 var və 2 üstü 0 var. Yəni 8 plus 2 plus 1 bura 11 elədi. Sadəcə 16 say sistemində 11 deyə bir rəqəm yoxdur. 11'in qarşılığı kimi biz istifadə edirik B rəqəmindən. Burada oldu B. Və gəlir növbətində 0, 1, 2, 3. Ancaq görürəm ki 2 üstü 2'nin altında 1 var. Yəni 4. 4B'də cavab kimi Y variantına uyğun gəlir. Keçirik növbəti suala, 16 nömrəli suala. Onluq say sistemində verilmiş ədədin ikilik say sistemindəki yazılışına görə uyğunluğu müəyyən edin. Sıfırlar və birlərin sayı bərabərdir. İndi dostlar, sıfırların sayı birlərin sayına 2 dəfə çoxdur, birlərin sayı sıfırların sayına 2 dəfə çoxdur. Deməli, burada hər birini ayrıca çevirməliyik. Gəlirəm 46, 1'in 2'yə bölə-bölə gedəcəm, 1'in 2'yə bölmədən. 2'nin qüvvətlərini parçalayırıq. 46 2'yə bölürəm, düşür 23 dəfə. 23 vur 2, 46 qalıq 0. 23'ü 2'yə böləndə düşür 11 dəfə. 11 vur 2, 22 qalıq qaldı 1. 11'i 2'yə böləndə düşür 5 dəfə. 5 vur 2, 10 qalıq qaldı 1. 5'i 2'yə böləndə düşür 2 dəfə. 4 qalıq qaldı 1 və 2'ni 2'yə böləndə bir dəfə düşür qalıq qaldı 0. Gerdən oxuyanda 1, 0. 1, 1, 1, 0. Fikir versə 4 dənə 1 var, 2 dənə 0. Yəni birlər sıfırlardan 2 dəfə çoxdur. Birlərin sayı sıfırların sayına 2 dəfə çoxdur. 3'ə getdi A variantı. Gəlirik 48'i çevirməyə. 48'i 2'nin qüvvətlərinə parçalayacağım. 48 bərabərdir. Bilirik ki 32'dən 16'ın cəmidir. Və 2'nin qüvvətlərinə parçalayanda biz deyirdik ki, ən böyük qüvvət nədirsə ondan başlayırdıq geriyə 0'a kimi saymalı. 5, 4, 3, 2, 1, 0. Və 2 üstü 5 ilə 2 üstü 4'ü görürəm deyə 5 ilə 4'ə 1'lər yazıram. Digərlərini görmürəm deyə digərlərinə 0. Və burada da 4 dənə 0, 2 dənə 1 var. Sıfırlar 2 dəfə çoxdur. Ona görə B gəldi ikinciyə. Keçirik 50'ni yoxlamağa. 50 də bilirəm ki, dostlar 48 plus 2'dir də. Yəni sürətli olaraq əslində hesablamağı da bilməliyik. İndi 48 32 plus 16'dır. 50'ni də bu yolla hesablayacağım. Daha sürətli tapmaq üçün. Çünki əslində digər yol daha uzun gəlir. Hər dəfə bölmək vaxt alır. Biz 50'ni parçalayırıq 32 plus 18'e. 18 də parçalanır olur 16 plus 2. Yəni 32 16 2. 2 üstü 5, 2 üstü 4 və 2 üstü 1 var.
En böyük qüvvət yəni 5 deyə 5, 4, 3, 2, 1, 0 yazmağı unutmuram. 5 var, 4 var, 1 var. 5 var, 4 var, 1 var. Olmayanlara 0 yazıram. Və görürəm ki, birlərlə sıfırların hər biri 3 dənədir. Bərabərdir deyə bu da C variantda getdi 1-ə. 52. 52-də də indi görək vəziyyət necədir. 52-də dostlar, burada da qeyd edirəm. İndi bizdə nəyə bərabərdir? 52, 32 plus 20 şəklində rahatlıqla göstərilə bilir. Ona görə yazıram 52 bərabərdir 32 plus 20. İndi 20-ni də parçalamalıyam 2-nin qüvvətinə. 16-dan 4-ün cəmidir. Yəni fikir verin 2 üstü 5, 2 üstü 4 və 2 üstü 2 var ancaq. İndi yenə 5, 4, 3, 2, 1, 0 yazıram. 5-i, 4-ü və 2-ni görürəm. Digərlərini görmürəm deyə 0 yazıram. Və yenə görürəm ki 3 dənə 0, 3 dənə 1 var. Bərabərdir. Bərabər deyə D da getdi birinciyə. Və son olaraq 54-ü parçalayıram. 54-ü də parçalayaq. Bu tərəfdən yazaq. Elə. 54 də dostlar 54 bərabərdir 32 plus 22-dir. 22-ni parçalasam 22-dən kiçik 16 var. 16 plus 6-dır. 6 da parçalasa 4 plus 2-dir. Yəni 2 üstü 5, 2 üstü 4, 2 üstü 2 və 2 üstü 1 var. İndi burada görürəm ki, kimləri görürəm? 2 üstü 5-i 5-in altına 1, 2 üstü 4-ü 4-ün altına 1, 2 üstü 2, 2-nin altına 1, 2 üstü 1, 1-in altına 1, digərlərinin altına 0. 4 dənə 1 var, 2 dənə 0 var. Birlər sıfırlardan 2 dəfə çoxdur. Demək, birlər sıfırlardan 2 dəfə çoxdur deyə Y variantında gəlir 3-ə. Deməli dostlar, 1CD, 2B, 3 də AY şəklində olacaq. Keçirik. Ona görə növbəti sualımıza. 17-yə. 255 onluq say sistemində 255 sayda tələbə imtahan verib. Onlardan yalnız bu qədəri uğurlu nəticə əldə edib. Neçə tələbə imtahandan keçməyib. Keçməyənlər yəni uğursuz nəticə göstərənlərdir. İndi dostlar bunu eləmək üçün mən götürəcəm. Bunu birinci onluq say sisteminə çevirəcəm. Onun üçün də biz bilirdik ki, indeksləmə eləməliyik. 0, 1, 2, 3, 4, 5, 6 və 7 yazdım. 1 vuram 2 üstü 7-yə, üstə gəlinsin. 1 vuram 2 üstü 6-ya, üstə gəlinsin. Sıfırları boş verdim. 1 vurulsun 2 üstü 1, üstə gəlinsin. Ən sonunda da 1 vurulsun 2 üstü 0. İndi 2 üstü 7 128'dir. 2 üstü 6 64'dir. 2 üstü 1 2'dir. 2 üstü 0 1'dir. 128'den 2 130. Bu da 64 194 195 tələbə keçib. 255-dən 195-i keçibsə, geriyə qalır sadəcə 60 nəfər. Deməli, o 60 nəfər kəsilib. Keçməyənlər olacaq 60 nəfər. Keçirik növbəti suala. 18. 52 plus 10 bərabər 62 əməlini ödəyən ən kiçik əsasdan olan say sistemində 110 ədədi onluq say sistemində neçəyə bərabər olur? Dostlar, bu tipli suallarda tənlif filan qurmağa gərək yoxdur. Niyə? 52 plus 10 62-dir, düzdür? Fikir versiniz, hesablama öz say sistemimizdə ödəyir. Öz say sistemimizdə ödəyirsə, bu zaman siz burada bu cəmdə ən böyük rəqəmə baxacaqsınız. Ən böyük rəqəm 6-dır. Və bu 6 rəqəmi hansı say sistemindən etibarən ilk dəfə görünməyə başlayıb? Biz bilirik ki, 6 ilk dəfə 7-lik say sistemində olacaq. 7-lik say sistemi olacaq bunun ən kiçik bir növ say sistemi, əsası. İndi bu 1-1-0 da deməli 7-lik say sistemindədir. Bunu onluğa çevirəndə yenə indeksləmə eləyirik. 0, 1, 2 yazırıq. 1-i vuracaq 7-nin kvadratına. Üstə gəlinsin 1-i vuracaq 7 üstü 1-ə. Üstə gəlinsin 0 vurulsun 7 üstü 0. 0-ı yazmaya ehtiyac yoxdur. Təsir eləmir. 49 plus 7 verəcək bizə 56 cavabını. O da cavab Y variantına uyğun gəlmiş olur dostlar. Keçirik 18-dən sonrakına. 19 nömrəli sualımıza artıq. Gəldik 19-a. İkili say sisteminin ən kiçik 5 rəqəmli ədədi ilə 16-lıq say sisteminin ən böyük 2 rəqəmli ədədinin cəmini onluq say sistemində təsvir edin. Hər hansı bir say sisteminin ən kiçik 5 rəqəmli ədədi deyəndə qabaqda bir dənə 1, ardınca da 4 dənə 0 görməliyik. Bu istənilən say sistemində ən kiçik 5 rəqəmli ədəddir. 16-lıq say sisteminin ən böyük 2 rəqəmli ədədi deyirsə, ən böyük 2 rəqəmimiz F-dir. Ən böyük 2 rəqəmimiz də olacaq F şəklində. Və bunları biz onluq say sistemində təsvir eləməliyik ki, hesablamamız alınsın. İndi bunları ona görə çeviririk onluq say sisteminə. Çevirək 0, 1, 2, 3, 4 yazdım. Baxıram ki, bir dənə
dördüncü indeksin altında 1 var. O da 1 vurulsun 2 üstü 4 yani 16 deməkdir. Bu oldu 16 onluq say sistemində. Digərini çevirək. 0, 1 yazdım. F bilirik ki 15 dəyərinə malikdir. 15 vurulsun 16 üstü 1 plus 15 vurulsun 16 üstü 0. 15 16'ya vuranda 240, 240 plus 15 verəcək bizə 255'i. İndi 255 ilə də 16'nın cəmi verəcək 271 ədədini onluq say sistemində. Cavab olur 271 19 üçün. Keçək 20-yə. Onluq say sistemində təsvir olmuş 4 üstü 6 ədədinin ikilik say sistemindəki təsvirindən alınan sıfırların sayı 16 say sistemində təsvirindəki birlərin sayından neçə vahid çoxdur? İndi 4 üstü 6. 4 dostlar 2 üstü neçədir? Deyirik ki 2 üstü 2'dir. Bunu gəlir aşağıda yazma. 2 üstü 2. Bu üzərində bir də bu 2 üstü 2'nin nə var? 6 var. 2 üstü 2 üstü 6 deməkdir. Yəni 2 üstü 12. İndi biz bilirik ki ikili say sistemində qüvvətdəki ədəd, yəni onluq say sistemində hər hansı bir ədəd 2'nin qüvvəti şəklindədirsə. Məsələn 4, 8, 16 və ya da elə 212, 225 bu tipli ədədlərdirsə. Bu zaman qüvvətdəki ədəd bərabər olur ikilikdəki sıfırların sayına. Deməli 12'dən sıfırımız var. 5, 6, 7, 8, 9, 10, 11 və 12. Bir dənə də öndə 1 var. Bu olur bunun ikili say sistemindəki yazılışı. Bizdə oradan sıfırların sayı lazımdır. Deməli sıfırların sayı oldu 12. Burada qeyd edirəm. İndi 16 say sistemindəki təsvirində birlərin sayından neçə vahid çoxdur? İndi biz bunu ikiliyə çevirmişik. İkilikdən 16'lığa çevirməkdə rahat məsələdir. Biz bilirik ki ikilikdən 16'lığa çevirəndə geridən 4-4 parçalamalıyıq. 4-4 parçalayanda görürəm ki dostlar, bura oldu 0, bura oldu 0, bura oldu 0. Bu da ixtiyari say sistemində ilə nəyə bərabərdir? 1'ə. Yəni 16 say sistemində bunun qarşılığı olur 1, 0, 0, 0 şəklində. Deməli dostlar 16'lıq qarşılığı oldu 1, 4 dənə də 0 yanında. İndi baxıram ki 3 dənə də 0 yanında. Buradan başa düşürəm ki birlərin sayı burada neçə dənədir? 1 dənədir. 12 dənə 0, bir dənə 1-dən neçə vahid çoxdur? 11 vahid. O da görürəm ki düz bəxtəbəxt D variantının üstünə düşüb. Deməli cavab kimi 20'də D variantı yazmış oluram. Və keçməliyəm növbəti suala, amma keçmədən öncə mən cəld adaptörü gətirim ki bizim dərsimiz yarımçıq qalmasın. Çünki deyəsən zarekkası az qalıb. Bəli. İndi 2 dəqiqə gəlirəm. Qayıtdım mən və indi ən belə maraqlı hissələrə keçirik sizin üçün. Niyə? Çünki nəzəri hissələr gəlir. Xarici yaddaş qrupusu nə üçün istifadə olunur? Bunu soruşur bizdən. İstifadə olunur. Dostlar, parol, saat, konfigurasiya məlumatlarını yadda saxlamaq. Bu XMOS-un işidir. İnformasiyanı uzun müddət yadda saxlamaq üçün. Bu xarici yaddaş qurğularının işidir zaten. İnformasiyanı kompüterə daxil etmək. İnformasiyanı kompüterə daxil edən giriş qurğularıdır. İnformasiyanın silinməsi niyə? Niyə də? Nə məntiqi əməliyyatları yerinə yetirmək, bu da prosesor. 21 oldu B variantı. Keçirik növbətiyə 22 nömrəli suala. 22, 22, 22 sistem interfeysi nə üçündür? Sistem interfeysi deyəndə dostlar, bir növ nə başa düşməliyik? Sistem interfeysi bir növ bizim kompüterin xarici hissədən gələn siqnallarını bizim prosesorla əlaqələndirir. Yəni mərkəzi hissə deyək, daha dəqiq desək. Mərkəzi hissəni əlaqələndirir və onlar arasında bir növ bir körpü rolunu oynayır sistem interfeysi. Yəni ona görə D variantı daha uyğun gəlir. Kompüter qurğularının qarşılıqlı əlaqəsini və onlar arasında informasiya mübadiləsini təmin eləyir deyə bilərik biz rahatlıqla D variantı. İnformasiya uzun müddət yadda saxlayır xarici yaddaş qurğuları, böyük həcmli informasiya yadda saxlayır xarici yaddaş qurğuları, informasiyanı kompüterə daxil edir və kompüterdən xaric edir. Bu daha çox uyğun gələcək həm giriş, həm çıxış qurğularına. Daxili yaddaş qurğusunda saxlanılan proqramla hesab və məntiq əməliyyatları yerinə yetirir. Bu sualın cavabı D-dir. Y variantı ümumiyyətlə aidiyyətsiz bir tərifdir. Daxili yaddaş qurğusunda saxlanılan proqramla hesab və məntiq əməliyyatları yerinə yetirir. Yəni bir növ daxili yaddaş qurğularımızdan bilirdik ki bizim RAM-ın tərkibində müvəqqəti proqramlar açılır, proseslər açılır. Yəni bu RAM-a aid bir özəllikdir. Hesab və məntiqi işləri görəndə prosesorumuzdur. Bunları bir-birinə əlaqələndirən onlar arasında bir aracı olanda keş idi. Deyirdik ki keş əməliyyat yaddaşına bir növ müraciəti gücləndirir.
Yani burada Y variantı da uygun değil. Yani cavab kimi biz buradan C variantını da atırıq. İnformasiyanı kompüterə daxil edir və kompüterdən xaric edir. Zaten demişdik həm giriş həm çıxış. Cavab kimi D variantını rahat bir şəkildə götürürük. Çünki yadda saxlayaq, ümumiyyətlə bizim sistem interfeysi yine dediğim kimi kompüterin müxtəlif hissələri, bizim bu prosesor olsun, yaddaş qurğulu olsun, giriş çıxış qurğuları olsun, onlar arasında bir növ əlaqə yaradır. Yəni bu əlaqə yaradaraq onlar arasında müəyyən bir informasiya proseslərində baş verməsinə səbəb olur. O səbəbdən elə D variantı daha dəqiq cavab kimi götürüləcək. Gəlirəm 23-ə. Mikroprosesorun əsas xarakteristikaları hansılardır? 5 dənə əsas xarakteristikamız var idi. Yada salsaq. Deyirdi ki, mikroprosesorda takt tezliyi ən önəmlidir. Mərtəbəlilik. Sonra deyirdi, daxili keş yaddaşının tutumu əməl yaddaş lazım deyil. Sərt disk lazım deyil. Sonra deyirdi ki, dostlar, işçi gərginlik və bir dənə də qaldı əmrlər toplusu. Cavab olaraq 2-3 götürmüş olacaq. 23-ün cavabı elə 23 oldu. Keçirik növbəti sualımıza. 23-ə 23 qeyd elədik həmçinin biz öz dəftərimizdə də. Kompüterin sürəti nədən asılıdır? Dostlar, kompüterin sürəti işləmə sürətindən danışır. Deyirdi ki, takt tezliyindən asılıdır. Yadınızdasa hətta deyirdi ki, məsələn, bizim takt tezliyi nə qədər yaxşı olsa, nə qədər sürətli olsa, bir o qədər saniyədə görüləcək sadə əməliyyatların sayı daha çox olur, daha axıcı olur, kompüter daha sürətli işləmiş olur. Yəni, o səbəbdən cavab kimi A götürürük. Printerin çap sürəti niyə kompüterin əlaqəli olsun? Xarici yaddaş qurğusunun tutumu, yəni aid deyil. Emal edilən informasiyanın həcmindən bunu da doğru götürmürük. O daha çox RAM-ın özü ilə əlaqəli bir şey və yaxud da prosesorla əlaqəli bir şeylərdir. Modemin informasiyanın emal etmə sürətindən modemlə əlaqəli hissəni isə tamamilə boş veririk. Cavab kimi A variantını səliqəli şəkildə götürdük. Gəlirik 25-ə. İndi də printerin xarakteristikalarını deyirsə. Printerin xarakteristikalarına aiddir. Yəni aid olanları götürürük. İndi printerin takt tezliği diye bir şey yoktu. Takt tezliği mikroprosesordadır. Ama çap sürətini rahatlığına deyirik. Bakın bir olan variantları da silə bilərsiniz. Rəng imkanları. Bəzi printerlər var ki ağ-qara çıxarır, bəziləri rəngarəng. Bu da onun xarakteristikalarından biridir. 2-3 götürdük. Gəldik korpusunun materialı dostlar. Ümumiyyətlə korpus materialı və müdafiə dərəcəsi daha çox bizdə monitorla əlaqəli anlayışlardır. Qiyməti lazımdır. Yəni qiymətinə görə məsələn elə printerlər var ki 3000, 4000-ədir qiyməti, elələr var ki 500, 600, 400 bu qiymətləri tapa bilirsən. Və bir də var çap keyfiyyəti. Təbii ki, çapla əlaqəli olduğuna görə printer, çap qurğusu olduğuna görə onu da götürürük. 2, 3, 6, 7 cavab oldu D variantı. Kompüterin periferiya hissəsi hansı qurğulardan ibarətdir? Periferiya deyəndə biz çıxış və giriş qurğuları, xarici yaddaş qurğuları idarə etmə pultundan danışmalıyıq. Yəni kompüterin xarici hissəsinə daxil etmə, xaric etmə qurğusu, daxili yaddaş qurğusu periferiyada deyil, mərkəzi hissədədir. Xarici yaddaş qurğusu, sistem interfeysi xarici hissə ilə daxili hissəsi arasında interfeysdir. İdarə pultu bir də götürürük. Mikroprosesor da mərkəzi hissədir. Cavab kimi 1, 3, 5-i qəşəng bir şəkildə götürmüş oluruq. Keçdi 27 nömrəli suala. Söz arası məsafə düyməsi hansıdır? Söz arasında məsafə qoymaq üçün biz spacebardan istifadə edirik. Spacebar boşluq qoyur. Backspace bir növ bizdə dostlar sol tərəfdəki simvolları silir. Delete olsaydı delete sağ tərəfdəki simvolları siləcəkdi. Caps Lock böyük hərflər rejiminə keçirir. Escape ləğv eləyir. Enter isə müəyyən bir proqramı aça bilir və yaxud da hər hansı bir əmri daxil edir və yaxud da abzas yaratmış olur. Gəldik 28 nömrəli sualımıza. Böyük ehtimal biz bu videoda bir qismini izah eləyəcəyik, digər videoda isə qalan qismini izah eləmiş olacaq. 28-də deyir ki, uyğunluğu müəyyən edin. Mikroprosesorun əsas xarakteristikası. Baxın, yenə təkrardan soruşub. Mikroprosesorun əsas xarakteristikası əmrlər ilə əlaqəlidir deyə seçdik. Pozan seçmişəmiş. Əmrlər sistemini götürdük, yazdıq bura. 1-ə gəldi A variantı. Mərtəbəlilik də ilə mikroprosesoruna əlaqəlidir. 1-ə AB gəldi elə. Monitorun əsas xarakteristikalar, kadrların əks olunma tezliyi və müşahidə bucağı 2-ə gəldi deyə, 3-ə də qaldı rəng imkanları C variantı. Yəni biz bu şəkildə 1AB, 2 diri D'yə, burada qeyd eləyək, 2D'yə və 3-ə də deyirik C variantı.
Və keçirik bundan sonra 29 nömrəli suala. Kursordan soldakı simvolların silinməsi, kursordan sol deyirsə dostlar bu backspace düyməsi olacaq. Yadda saxlayın. Burada da qeyd edirəm. Bacıq space. Backspace. Sonra gəlirik dostlar 30'a. 30'da deyir ki aşağıdakı fikirlərdən hansılar doğrudur? Keş yaddaş, əməli yaddaşla daimi yaddaş arasında bufer rolunu oynayır. Əməli yaddaşın sürətini artırır. Bəli, əməli yaddaşın sürətini artırmaq hissəsi doğrudur. Əməli yaddaşla daimi yox, prosesor arasında bu işi görür. Ona görə 1 səhvdir. 1 olan variantlarda geçici siləm. Ana platada RAM, ROM və HMQ yerləşir. Hesab məntiq qurğusu, read-only memory, ROM və RAM. Bizim bunlar hər biri dostlar yerləşir rahatlıqla ana platada. RAM da random access memory'dir bu arada. 3. Ana plata üzərindəki yuvalar slot adlanır. Bəli, biz deyirdik ki, ana plata üzərində həmin o genişləmə yuvaları var ki, ora vacib qurğular qoşulur. Məsələn, slotlarda DDR-lara RAM-lar qoşulur. Nümunə üçün SATA, ATA-ya hard disklər qoşulur. Yəni, bu şəkildə hər bir slotda müəyyən bir qurğu qoşulmuş olur. 2-3 düzdür. Floppy disk optik disklər üzərində yığılmış xarici yaddaş qurğusudur. Optik yox, elastik maqnitin üzərinə yığılmış bir diskdir. Şırnaq tipli printer mürəkkəbi çəkiclə kağız üzərində döyəcəməyinə işləyir. Xeyr dostlar, şırnaq tipli də bir növ mürəkkəbi çəkiclə döymür. Orada mürəkkəb axır və o mürəkkəbin axımının nəticəsində bir növ orada bizim o rəng yazılar və s. çap edilmiş olur. Şırnaqlıda daha çox belə çəkic kimi vurmaq deyil dostlar. Belə püskürdür. Amma damlacıqlar şəklində eləyir deyə o qədər də yəni orada axıcılıq falan görmürsünüz. Düzü bəzən printer bir növ çox istifadə ediləndə orada printerde yaranan problemlərdən o yayma hissəsini görə bilərsiniz şırnaq tiplidə. Mürəkkəb isə əsasən matrisli ilə əlaqəlidir. Yəni 5 də səhvdir, cavab olur 2-3 Y variantı. Və keçirik artıq 31 nömrəli sualımıza. Intel Pentium 417 QHS nə bilim nə yazılışında altına xətt çəkilmiş hissə nəyi bildirir? Biz burada altına xətt çəkilmiş hissəni görmürük. Ona görə bir ümumi baxaq. Videokartın tutumu. Dostlar, burada videokartın tutumu ilə əlaqəli hər hansı bir hissə görmürük. Aha, görə bilərik burada bu hissə daha çox videokartla əlaqəli olacaq dostlar. Bu oldu videokart hissəsi. Sonra var orada sərt diskin, hard diskin tutumu. Sərt disk, hard diskin tutumu burada böyük ehtimal qeyd edilməyib. Sadəcə CD-ROM var burada. Çünki burada sərt disk yox, optik disk istifadə edilib. Yoxdur. Əməliyyat daşın RAM-ın tutumu. Burada var əməliyyat daşın tutumu. Həmin o, bu isə əməliyyat daşın tutumudur. Monitorun ölçüsü bu monitorla əlaqəlidir. Sadəcə bu şəkildə bununla getdik və tak tezliyi də bununla əlaqəlidir. İndi burada nə soruşardı sizdən? Burada daha dəqiq görünən hissələrdən 2 dənə şey daha dəqiq soruşardı. 1. RAM-ın ölçüsü 128 MB DDR. Yəni bunun altına xətt çəkəcəkdi böyük ehtimal salda. Bir də dostlar birinci ilə əlaqəli, yəni tak tezliyi. Çünki daha dəqiq olan bunlardır, o səbəbdən onları götürər. Digərləri çünki əslində bir növ o qədər də uyğun gəlməyə biləcək və yaxud da o saniyə görünməyəcək hissələrdən sayılır. Amma birinci ilə ikinci konkret olaraq bizdə bildirir ki, birinci tak tezliyidir, ikinci də əməliyyat daşının tutumudur. Bu şəkildə 31 nömrəli sualda keçmiş olur. Gəlirəm 32. Skaner qurğusunun funksiyası nədən ibarətdir? Biz deyirdik ki, skaner kağızdakı informasiyanı kompüterə daxil edir. Səs informasiyanı kompüterə daxil edən mikrofondur. Kağız üzərindəki informasiyanı daxil edən isə bizim həmin elə skanerdir. Analog tipli siqnallar rəqəm siqnalları çevirir. Bu modemin işi olacaq əsasən. Mürəkkəb sxemləri, qrafikləri, keyfiyyətli rəngi təsvir kağız üzərinə çıxarır. Plotterdir. Və mikroprosesin xarici qurğularla informasiya mübadiləsini həyata keçirir. Bu da dostlar sistem interfeysinin əsasən vəzifəsi olur. Cavab olaraq biz B variantını 32 nömrəli sual üçün götürmüş olacaq. Və keçirik 33 nömrəli suala. Sistem blokunun portları və onlara qoşulan cihazlar arasında uyğunluğu müəyyən edin. PS2-yə mouse və klaviatura kimi qurğular qoşulur. 1-ə gəldi B-yə. Və bundan sonra avtomatik elə cavabda çıxmış olur C variantı kimi. Amma biz digərlərinə də baxaq. LAN-a dostlar ümumiyyətlə modem
qoşulmuş olur. 2-yə gəldi C. LPT isə paralel port. Paralel porta əsasən printer, skaner, plotter bu tipli qurğular qoşulmuş olur. 1B-yə 2C, 3-ə də AD uyğun gəlir. Keçirik 34 nömrəli suala. Hansılar doğrudur? Plotter çıxış qurğusudur. Dostlar, bəli, plotter çıxış qurğusudur. Printerin böyüyüdür. Mürəkkəb şəkilləri, qrafik təsvirləri böyük kağızlar üzərində çap edir. Mouse çıxış qurğusudur. Xeyr, mouse giriş qurğusudur. Kursor vasitəsilə siz hər hansı bir məlumatları daxil edə bilərsiniz, əmrləri daxil edirsiniz. TB yaddaş tutumunun ölçü vahididir. TB nə idi? Biz bilirdik ki, terabaytdır. Terabayt da yaddaş vahidi, ölçü vahidlərindən biridir. MHz yaddaş tutumunun ölçü vahididir. Xeyr, megahertz dostlar tak tezliyi ilə əlaqəli idi. Megabayt prosesorun sürətinin ölçü vahididir. Xeyr, bu da bir növ bizdə yaddaş ölçü vahididir. Dostlar, MHz, yəni megahertz həmin o prosesorun sürətinin ölçü vahidi olacaqdır. 34-də oldu. 1-3, keçdi 35-ə. Aşağıdakı verilənlərdən həm daxil etmə, həm də xaric etmə qurğusu hansılardır? İndi dostlar, modem bizdə həm daxil etmə, həm xaric etmə idi. Fax idi, həm daxil etmə, həm xaric etmə, həm də sensor monitor. Əlavə olaraq 3 dənə də qurğumuz var idi. Video kart, şəbəkə kartı, səs kartı. Bu 6 dənə bizdə həm giriş, həm çıxış, həm daxil etmə, həm xaric etmə qurğusudur. Plotter və proyektor isə sadəcə çıxış qurğusu funksiyasını icra eləmiş olurlar. 36 nömrəli sualda uyğunluğu müəyyən edin. Caps Lock dostlar, Caps Lock böyük hərflər rejiminə keçirir. Yəni hərflərin registrini dəyişdirmək deyirlər buna. Hərfləri ya böyük hərflər rejiminə keçirir, ya da kiçik hərflərə qaytarır təzədən. Yəni 1-ə uyğun gəlir D variantı. Numlock dostlar, number sözünü həyatda saxlayın, rəqəm klaviaturasını aktivləşdirmək və ya da deaktivləşdirmək üçündür. Və delete dostlar bizdə kursordan sağdakı simvolu silir. Soldakını silən backspace'dir, sağdakını silən delete'dir. Dostlar, sonuncu əməliyyatdan imtina eləyir, escape olur əsasən bu prosesi icra eləyən. Ekranın şəklini çəkəndə print screen və ya da Win Shift S icra eləmiş olur. 1D, 2A, 3Y. 36-cı sualın variantı oldu A variantı. Gəldik 37 nömrəli suala. Daxili yaddaş qurğularına hansılara aiddir? Daxili yaddaş qurğuları deyir. RAM, ROM daxilidir, XMOS daxilidir, HDD xarici. A-nı atdım. HDD-yə görə artıq B atıldı. Cache yaddaş daxilidir, XMOS daxilidir, video yaddaş daxilidir. ROM, RAM, cache yaddaş doğrudur, CD xaricidir. C getdi. Dostlar, cache yaddaş, RAM, ROM, flash yaddaş. D variantı tamamilə doğrudur. Flash yaddaş EPROM-dur. O da daxili sayılır. Amma Y-də də HDD-yə görə atırıq, o bizdə xarici yaddaş qurğusudur. Digərləri isə daxildə görünə biləcək yaddaş qurğulardır. Cavab olaraq 37-də D variantı uyğun gəlir. Gəlirəm 38-ə. CD-R diski ilə RW-nin fərqi nə idi? Deyirdik CD-R elə bir disk idi ki, elə bir kompakt disk idi ki, ora məlumat sadəcə bir dəfə yazılır və silinmir. Digərinə isə istənilən sayda yazılıb silinə bilər. 38 ona görə B variantıdır. Yəni bir dəfəli elə bunda cavabı fokuslanmaq olar. Digərləri onsuz da doğru olmayan variantlardır. ECP slotuna nə qoşulur dostlar? ECP video kartın qoşulduğu köhnə slotlardan biridir. Video kart ora qoşulmuş olur. İndiki dövrdə artıq video kart PCIe Express yəni deyirlər buna. PCI'nin həmin o Express slotlarına qoşulmuş olur dostlar. Yadda saxlayaq. Dostlar, ümumi olaraq səs kartı PCI'ye qoşulur. Bunu yadda saxlaya bilərik rahatlıqla. TV tunerdə, şəbəkə adapterdə, modemdə elə onlar da səs kartı kimi PCI slotuna qoşulmuş olacaq. Bir dənə burada video kartı ayırdıq. AGP-yə qoşulmuş olur. 39-a da C variantını qeyd edirik və keçirik artıq bu video üçün yəqin ki son izahımıza 40 nömrəli suala. 41-dən digər hissəni isə dostlar ikinci videoda göndərmiş olacağım. Alqoritmin hansı xassələri var? Alqoritmin cəmi 4 dənə xassəsi var idi. Kütləvilik, müəyyənlik və yaxud da ona bəzən determiniklik deyə rast gəlmiş olacaqsınız. Diskretlik və bir də təbii ki nəticəvilik. A-da dövrlüyə görə atdıq. B tamamilə doğrudur. 40-cı sualın cavabı B-dir. 40-da da doğrusu C variantında deyir ki diskretlik, müəyyənlik, dövrlük. Dövrlük burada atdı. D-də dövrlük yenə atdı. Y-də də dövrlük getdi. Cavab kimi qaldı B variantı. Növbəti videoda görüşmək ümidi ilə dostlar. Allah amanda, uğurlar hər birinizə.